Avtovağzaldayıq. Saat 8-də avtobusumuz qalxacaq. Tur avtobusudur. İndi hala gəlməyibdi. İndi biz samsa yeyirik. Yeyək, qarnımızı doyuraq, gedək. İnşallah ümid edirəm ki, maraqlı olacaq. Bizim üçün. Turdu hər yerdə dayanır. Yəni avtomobillər saxlayır. Yəni gəldirilir həmin avtobuslarla, gəldirən avtobuslar. 12-13 saata yəni orada olarıq da. Samarqanda orada olarıq inşallah. Samsa budur, içində at olur. Amma Özbəkistana aiddir. Hə, Özbəkistana da aiddir, amma Tacikistanda da yəni yeyilir bu. Bu da deyəsən sosudur. Ha. Bu peraşki sos. Bu da içəcəyimiz çayın maskoru. Deməli, avtobusdan düşmüşük, mola veriblər, 10 dəqiqəlik. Biz də 10 dəqiqədən istifadə edib, özümə isti şokolad aldım. Mamam marketdadır, arxada gördüyünüz marketdə. Sevirəm isti şokoladı, dəhşət sevirəm. Videodan gedəcəyik. Bizə iyi yolculuklar. Avtobusumuz yenə fasilə verdi, oturmuşuq, bir dəfə yemək yiyəcəyik. 1 saat vaxtımız var, 1 saatımızda nə ediriksə dayarlandıraq. Biz həmişə öz ölkəmizdə, Türkiyədə avtobusa minmişik. Avropada da minmişik. Bir dənə qalmışdı Orta Asiyada. Burada Tacikistandan Özbəkistana avtobusla getməyə qərar verdik. Avtobus yəni ekspres avtobuslar. Asiyan ekspres. Dağlardan, daşlardan, kəndlərin arasından keçə-keçə çox maraqlı bir yolculuğumuz var. Tacik insanları baxmayaq ki, türk deyirlər, yəni eyni millət deyilik. Amma o qədər gözəl insanlardılar, o qədər yardımsevər, tərbiyəli. Həqiqətən ləzzət elədi. Mən aş dedim, özbək aşıdır. Yəni, onsuz da aş özbəklərin demişdir. Həm də Peşkent şəhəridir bura. Daşdı, hə. Tacikistanın Peşkent şəhəridir. O da Özbəkistandan Sərhəd şəhəridir. Yəni, Sərhədə çox yaxınıq. İndi aş yiyəcəyik. Süfrədə gördüyünüz bu tacik aşıdır. Yanında da belə madamızı anlatmaq üçün də salat verdilər. Hə, bu da suyumuzu gidarmaq üçün Moskvada verilən çaydır. Hə, cəmaət Azərbaycanda çay destinə 25 manat verir. Biz burada 5 manat vermişik. Yaşa-yaşa bax da. Özbəkistandayıq. Sərhəddə video çəkənmədir. Qoymurdular. Qadağan idi video çəkmək. Görə dedim sərhədə keçəndən sonra çəkərəm. Hal-hazırda Samarqand vilayətindəyik. Gözləyirik avtobusdaşlar gəlsin. Həmən bir yerdə gedək. Çox günahsız hava burada, həm də istidir. Tacikistan tərəfi biraz bulutluydu, həm də soyuq var idi. İndi qutqazsam mən. Bayaq qutqa geydən, indi qutqasız. Qutqamı soyulmuşum. Gözləyirəm daha. Mən keçən ildə Özbəkistanda olmuşdum. 2 şəhərində olmuşdum. Samarqand, bir də Taşkent. Amma Buxaranın istifadə olmadığımıza görə bu ilə gəlməyə qərar verdik. Çox da yaxşı elədik, qərar verdik. Çünki Özbəkistan tarixi bir o qədər də maraqlı bir ölkədir. Şəhərlər, maraqlı şəhərləri var. Hamısını gəzib görəcəyik inşallah. Saat 6-ya qalır. Hələ avtobusumuz gəlməyibdir. Samarqanda gedən avtobusumuz. Hələ soruşuruq ki, avtobus barədə basarda qaldı. Deyirlər ki, heç nə cavab vermirlər. Biz elə avara-avara orada oturmuş. 5 dağımız da oradadır. Bu tarafda 5 dağımız. İnşallah tez bir zamanda yavaş gedərik. Avtobus gəldi. Bizə gelirik. Gedəcəyimiz yerə. Gedəcəyimiz yerə inşallah paylaşımda görərsiniz. Samarqandda bizi belə bir yerə gətirdilər. Mən də yatmışdım avtobusda. Durdum ki, bura haradır? Nəysə soruşdum tur rəhbərindən. Sən demə bura Samarqand Silk Road imiş. Mən də dünyadan xəbərim yoxmuş kimi qarba-qarba pəncərədən baxıram. Tur rəhbəri şükür ki, türkçə bilir. Tapita türkçə anlaşdıq. Hətta ondan dost olduq. Bir də yolda ondan söhbət elədik. Çox səmimi, qonaqpərvər kişidir.
Təəssüf ki, o tur rəhbəri dediyim adamı çəkə bilmədim. Daha doğrusu çəkilişə icazə vermədi onu çəkəm. Yoxsa çəkib göstərərdim. Hoş geldin, ne yapıyorsun? Bu tacik qadınla biz dost oldu. Adı Farruxadır. Bizə yoldaşlıq elədi yol boyu. Uzun sözün qısası taciklər dost sevardılar. Belə dostlar, videonun sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Kanala abunə olmağı unutmayın. Sağ olun.